Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistan Silahlı Qüvvələrinin Şuşa rayonunun mərkəzində və kəndlərində törətdiyi cinayət hadisələri araşdırılır. 1989-1992-ci illərdə törədilən cinayət hadisələri üzrə toplanmış sənədlər, sübutlar, hadisə yerinin baxış protokolları tədqiq olunur, video və fotomateriallar nümayiş etdirilir. Məhkəmənin növbəti baxış iclasında Ermənistanın Azərbaycana qarşı yürütdüyü 30 illik işğalçılıq siyasəti və həyata keçirdiyi təcavüzkar müharibə zamanı suveren ərazilərimizin işğal edilməsinə dair çəkilən video materiallar nümayiş olundu. Əvvəlcə Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli həmin vaxt Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olmuş. Hazırda isə Xocalı rayonunun tərkibində olan Malıbəyli və Quşçular kəndlərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması və yaşayış məntəqələrinin yandırılması zamanı çəkilmiş video və fotomateriallar təqdim edildi. Nümayiş olunan dəlillərdən biri isə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Şuşa şəhərinin işğal əməliyyatına rəhbərlik etmiş dırnaqarası komandası ləqəbli general-mayor Arkadi Tertadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə qeydlərinin əks olunduğu video materiallardan hissələr idi. Burada Şuşanın işğalına hərtərəfli hazırlıqdan, şəhərə hücum planlarından bəhs edilir. Qeyd olunur ki, Şuşaya hücumdan əvvəl bu barədə həmin vaxt Ermənistanın müdafiə naziri olmuş Vazgen Sarkisyana məruzə edilib. Şuşanın hücum gününü qondarma rejimin Dırnaqarası Müdafiə Komitəsinin sədri Serj Sarkisyan təsdiqləyib. Əməliyyatda Seyran Ohanyanın, Samvel Babayanın, Serj Sarkisyanın, Robert Köçəryanın iştirak etdiyi və onların hansı istiqamətlərdə mövqe tutduqları qeyd olunur. İşğal əməliyyatına hazırlayanların və həyata keçirənlərin çıxışlarında bildirilir ki, həmin vaxt Şuşaya 4 istiqamətdən Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyanın rəhbərliyi altında hücum olub. Video materiallara əsasən Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi planı çox məxfi şəraitdə Vazgen Sarkisyan, Arkadi Tertadevosyan və digər komandirlərin iştirakı ilə hazırlanıb. Döyüş əmri isə Seyran Ohanyan tərəfindən hazırlanıb. Video materialda Robert Köçəryanın işğal əməliyyatında iştirak etdiyini göstərən kadrlar, həmçinin Serj Sarkisyanın hücum əməliyyatı ilə bağlı çıxışı da yer alır. Qeyd olunur ki, Şuşa şəhərinin işğal olunmasına dair hücum əməliyyatına Ermənistan Silahlı Qüvvələrinin həmin vaxt baş qərargah rəisi olmuş Gurgen Dalibaltayana məruzə edildikdən sonra başlanılıb. Video materiallara əsasən Ermənistanın Şuşanı işğal etməkdə məqsədi həm də şəhəri yeriyən həşəratlar adlandırdıqları Azərbaycanlılardan təmizləmək olub. Mayın 8-də gecə saatlarında əməliyyatın başlanması əmri verilib. Azərbaycanlıları məhv etmək məqsədi ilə Şuşaya əvvəlcə 17 raket atılıb. Sonra Şuşanın yuxarı hissəsi hədəf alınaraq şəhərə 40 raket atılıb. Hücum əməliyyatı həyata keçirilən zaman komandan Arkadi Tertadevosyan, qərargah rəisi Tele Qozaryan, artilleriya rəisi Gurgen Balasanyan, kəşfiyyat rəisi Vaçaqan Hayriyan, Artur Tabasyan, Zori Balayan və digərləri orada olub. Bundan başqa vurğulanır ki, şəhərin işğalı əvvəlcə aprelin 24-nə planlaşdırılıb. Sonradan silah təminatı ilə bağlı tarix dəyişdirilib. Əməliyyatın hazırlanması üçün kəşfiyyat məlumatlarının toplanmasına isə martın əvvəllərində başlanıb. Çıxışlarda qeyd olunur ki, Şuşanın işğalı xüsusi hazırlanmış əməliyyat üzrə həyata keçirilib. Ardınca təqsirləndirilən şəxslərə suallar verildi. Təqsirləndirilən Arkadi Kukasyan baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında dedi ki, 1990-cı ilədək Sovet Qarabağ qəzetində işləyib. 1992-ci ilin sonunda qondarma rejimin dırnaqarası baş nazirinin siyasi məsələlər üzrə dırnaqarası müşaviri təyin olub. Arkadi Kukasyan dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında Şuşanın işğalı zamanı Azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbərsiz olduğunu söylədi. O, dövlət ittihamçısı Fuad Musayevin Ermənistanın Müdafiə naziri Vazgen Sarkisyanın 1999-cu ildə qondarma rejimin dırnaqarası qəhrəmanı medalı ilə təltif edilməsi sizin tərəfinizdən olub sualına bəli deyə cavab verdi. O, həmçinin Vazgen Sarkisyanı da qondarma rejimin dırnaqarası Qızıl Qartal ordeni ilə təltif etdiyini bildirdi. Bu, hansı məqsədlə edilmişdi sualına cavabda isə dedi ki, həmin vaxt qondarma rejimin təhlükəsizliyini Ermənistan üzərinə götürmüşdü. O, Şuşanın işğalı zamanı Ermənistanın baş qərargah rəisi olmuş Gurgen Dalibaltayanı da sonradan dırnaqarası döyüş ordeni ilə təltif etdiyini bildirdi.
Bundan sonra iclasda Şuşanın işğalından sonra çəkilən və Arkadi Qukasyanın da olduğu foto nümayiş etdirildi. Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında həmin fotonun Şuşanın işğalından sonra oraya səfər edərək çəkildiyini və fotoda yanında dayanmış şəxsin Zori Balayan olduğunu bildirdi. Sonra təqsirləndirilən Bako Saakyan sualları cavablandırdı. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda Bako Saakyan 1992-ci ildə Şuşanın işğal əməliyyatına cəlb olunduğunu etiraf etdi. Bildirdi ki, o həmin vaxt Vilen Mikaelyanın rəhbərlik etdiyi dəstədə olub. Silahı olsa da heç kəsə atəş açmayıb. Əməliyyata rəhbərliyi Vazgen Sarkisyan, Arkadi Tedovasyan, Seyran Ohanyan və digərləri edirdi. Onlar dəfələrlə deyiblər ki, Şuşa əməliyyatında kimlər və necə iştirak edib. Onlardan hətta böyük hissəsi öz etirazlarını bildirirdilər ki, Şuşadakı fəaliyyətləri tam əks olunmayıb. Həmin dövrdə mən onlardan hansısa biri ilə şəxsən tanış ola bilməzdim. Amma sonradan onların hər biri ilə tanış olmuşam. Təqsirləndirilən Bako Saakyan Şuşanın işğalına görə qondarma rejimin yubiley medalının da olduğunu dedi. Dövlət ittihamçılarının suallarına cavabda təqsirləndirilən Arkadi Qukasyanı, David Babayanı, David İşxanyanı, David Manukyanı, Arayik Harutyunyanı qondarma rejimin müxtəlif dırnaqarası medalları ilə təltif etdiyini söylədi. Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.